Dövlət Turizm Agentliyi Rusiya və Belarusdan jurnalist və blogerlərin Azərbaycana tanışlıq səfərləri üçün Vata MMC ilə 257 min manatdan çox dəyərində olan müqavilə bağlayıb. Layihə turizm potensialının tanınmasına yönəlsə də, ayrılan vəsaitin həcmi ictimai müzakirələrə səbəb olub. Bəzi ekspertlər xərcləri yüksək hesab edir. Agentlik rəsmisi isə bunu turizmin inkişafı üçün zəruri addım kimi qiymətləndirir. Həbsdə olan jurnalist Fərid Mehralzadənin işi ABŞ-nin vitse-prezidenti J.D. Vance tərəfindən fevralda Bakıda Prezident İlham Əliyevlə görüşdə qaldırılıb. Bu barədə Azadlıq Radiosunun prezidenti Steve Kapus X sosial şəbəkəsində paylaşım edib. Azadlıq Radiosu rəhbərliyi həbsi əsassız sayaraq qərarın yenidən nəzərdən keçirilməsinə çağırıb. Livan ərazisində İsrailin hava zərbələri nəticəsində yüzlərlə insanın öldüyü və yaralandığı bildirilir. ABŞ və İran arasında əldə olunan atəşkəsin Livanı əhatə edib etməməsi ilə bağlı fikir ayrılığı yarandı. Netanyahu İsrailin Hizbullaha qarşı zərbələri davam etdirəcəyini bildirib.